Bərabərsizliklər 2023 üçüncü bölmənin həllinə baxaq. Birinci sualda K parametrin hansı qiymətində bu təminin iki müxtəlif həqiqi kökü var. İki müxtəlif həqiqi kökü var deyirsə əgər bizə diskriminant sıfırdan böyük olmalıdır. Burada A bərabərdir nəyə? 5. Yəni x kvadratın nəmsi alır. B bərabərdir mənfi k. C də bərabərdir 5-ə. Diskriminantı sıfırdan böyük yazırıq. Yəni b kvadratı çıxsın 4ac böyük olmalıdır sıfırdan. B kvadratı nədir? Mənfi k-nın kvadratı eləyəcək müsbət k. Müsbət k kvadratı çıxsın 4ac. 4 dəfə 5-in 20, 20-ni də 5-ə vuranda 100. E'de 100 böyükdür sıfırdan. İndi 100 nəyin kvadratıdır? 10'un kvadratı. K kvadratı çıxılsın 10 kvadratı kimi baxsaq, K minus 10, K plus 10 olur. K kvadratı minus B kvadratındakı kimi. K üstə gəlsin 10 olur. Nədən böyükdür? Böyükdür sıfırdan. Yəni bunu ayrı-ayrıqda sıfıra bərabərləsək, K bir dəfə 10 qiymətini alır, bir dəfə mənfi 10 qiymətini alır. Yəni mənfi sonsuzluqdan gəlir 10'a, ondan isə müsbət sonsuzluğa doğru. Cavab da olur C variantı. Eyni qaydada ikinci sualda bu dəfə heç bir həqiqi qiyməti yoxdur deyirsə, diskriminantı sıfırdan kiçik olmalıdır. A da kiçikdən sıfır olmalıdır. A da kiçikdən sıfır olmalıdır. Yoxsa A da sıfırdan kiçik olmalıdır. Diskriminant da sıfırdan kiçik bərabər olmalıdır. Olur B variantı. Üçüncüdə baxaq, nə edə bilərik? Ayrı-ayrıqda sıfıra bərabər eləyərik hamısını. Buradan qiymət ədəd oxunu çəkim. Buranın sıfıra bərabər eləyəndə 5 olur. 8, 4. Ən kiçikdən başlayırsınız düzməyə 4. Daha sonra 5. Ayrıqlı sıfıra bərabər 4, 5 və 8 qiymətini alır. 8. Bu aralıqda qiymət verirsiniz. 8-dən böyük qiymət verəndə, məsələn 9. X-lərin yerinə 9 yazın. Görərsiniz ki, cavab müsbət olur. 5 ilə 8 arasında məsələn 6 qiymətini qoysanız, görərsiniz ki, cavab mənfi olur. 4 ilə 5 arasında 4.5 kimi bir rəqəm qoysanız mənfi, 4-dən kiçik 3 rəqəmini də qoysanız müsbət olur. Özünüz bir-bir qoyub yoxlaya bilərsiniz. Bizə deyir ki, kiçik bərabərdir 0, yəni mənfi aralıq. Mənfi aralıq hardadır? 4-dən 8-ə qədər. 4-dən 8-ə qədər cavab olur D variantı. Daha sonra dördüncü sual eyni qaydada 17 digər tərəfə. 17-ni digər tərəfə keçirdə də bilərik. Normal şey də eləyə bilərik. Belə. Kök altı 17 kimi baxarıq buna. Kök altı 17-nin kvadratı taxılı elə düşünün də. Bir dəfə olacaq mənfi, ədəd oxunda. Bir dəfə olacaq mənfi kökdə 17. Mənfi, bir də müsbət kökdə 17. Bu formada baxarıq. Bu aralıqda rəqəmlər verəndə 4, 17 nədir? 4 tam nə qədərdir? Düzdürmü? Deməli, bizdə mənfi 4-dən başlayacaq, müsbət 4-ə qədər qiymətlər almağa. Bizə deyir ki, tam həllərinin cəmini da. Gəlin belə eləyək. Bu aralığı birinci çəkək bu formada. 4-dən böyük rəqəm versən, bura 5 versən, 5-in kvadratı çıxılsın 4 müsbət olacaq. Bu aralıqda bir rəqəm versəm, 2 versəm mənfi olacaq. Kiçik versəm müsbət olacaq. Mənə deyir mənfi aralıqlar, kiçik aralıqlar. Mənfi kökdə 17-dən müsbət kökdə 17-yə qədər. Yəni deyirəm 4 tam nə qədər eləyir? İndi bu aralıqda mənfi 4-dən müsbət 4-ə qədər olan ədədlərin cəmini tapacağım. Hamısı da mənfi müsbət aparacaq. Yekun cavab 0 qalacaq. Yəni E variantı. Dördüncü sualda da E oldu. Baxaq, məsəl üçün, oxşarları eynidir. 6-cı suala, emin hansı qiymətində bir təninin həqiqi kökləri yoxdur. Emin hansı qiymətində deyirsə, diskriminantı sıfırdan kiçik edirik. Yəni D sıfırdan kiçik olmalıdır. Həqiqi kökü yoxdursa. Diskriminant nədir? B kvadratı minus 4AC. Yəni bunun kvadratını tapırıq. Daha sonra 4AC 4 vurulsun 36. Bu formada rahatçılıqla axırda diskriminantı tapırsınız. Orada ümumi qruplaşdırandan sonra yekunda cavab alacaq M çıxılsın 3, bir də M üstə gəlinsin 9 alınır. Sadələşdirəndən sonra. Buradan da bir dəfə hərəsini ayrı-ayrı sıfıra bərabərləyəndə bir dəfə biləcəyik ki, M mənfi 9-a bərabərdir, bir dəfə isə müsbət 3-ə bərabərdir. Bu aralıqlardan qiymət verəndə, mənfi 3-dən böyük verəndə müsbət qiymət, bu aralıqda mənfi, daha sonra müsbət qiymət alır. Mən deyir kiçikdir 0, yəni mənfi aralığa götür. Mənfi 9-dan 3-ə qədər. Cavab da olacaq B variantı. Yəni həlli qaydası sırf diskriminantla gedir. Diskriminantı sıfırdan kiçik edirsiniz. 8-ci sualda belə bir ifadə verib bərabərsizliyin ən böyük tam həllinin tapılmağını istəyir. Ədəd oxu çəkilir. Yəni bir saniyə. Burada ayrı-ayrıqda sıfıra bərabər eləyirik. Bir dəfə mənfi kökdə 2 qiymətini alır.
Bir dəfə müsbət kökdəki qiymətini alır, ayıraraq da sıfıra bərabər eləyəndə. Daha sonra bu aralıqdan başlayırıq rəqəmlər verməyə. Kökdə 2-dən nə çıxır? 1 tam nə qədər? Birdən böyük 2 qiymətini verəndə müsbət alır. 0 ilə 1 arasında versəm mənfi, mənfi 1-dən böyük rəqəm, yəni mənfi böyük 1-dən daha doğrusu kiçik rəqəm versəm, yenə müsbət qiymət alır. Mənə mənfi aralıq istəyir, yəni mənfi 2-dən 2-yə qədər olan hissəni istəyir. Bax, bu aralığı istəyir. Mənfi 2-dən 2-yə qədər. Orada da mənim cavabım ən böyük tam 50 istəyir, 1 olar. Ən böyük tam 50 1-dir. Çünki kökdəkidən 1 tam nə qədər çıxır? Yəni mənfi 1, 0, 1 qiymətini alır. Ən böyüyü hansıdır? 1. Cavab olur E variantı. 10-cu sual. 81 necə yazarıq? Gətirərik bu biri tərəfə. Yazarıq ki, 9-un kvadratı kimi. Yəni, x kvadratının kvadratı, x üstü 4-ü bu formaya gətirirəm. Çıxılsın, 81 bu tərəfə çıxma ilə gəlir. 9-un kvadratı, 81-i 9-un kvadratı kimi yazıram. Kiçikdir nədən? 0-dan. Bura a kvadratı minus b kvadratı kimi baxacağıq indi biz. X kvadratı çıxılsın 9, x kvadratı üstə gəlinsin 9. Bu formada oldu. İndi bizim x-imiz neçə qiymətini alır? Bir dəfə mənfi 3, bir dəfə müsbət 3. Ümumiyyətcə x kvadratı bərabərdir 9 olanda. X nəyə bərabər? Nəyin kvadratı 9 edir? Mənfi 3-lə müsbət 3-ün. Mənfi 3-ün kvadratı da 9-dur, müsbət 3-ün kvadratı da. Əldə dofunu çəkirəm, bir dəfə mənfi 3 qiymətini yazıram, bir dəfə müsbət 3 qiymətini yazıram. Başlayıram bu ifadəyə bu aralıqda qiymət verməyə. 3-dən böyük, məsələn, 4 qiymətini verəndə 4-ün kvadratı. 4-ün kvadratını apart burada yerinə qoyun. 4-ün üstü 4 olanda görün gedib hara qədər çıxar? 4 üstü 4. 4-ün kvadratı 16, 64. 64-də 4-ə vuranda nə qədər böyük rəqəm alır? Təbii ki, 81 çıxsam, müsbət alar. Bu aralıqda məsəl üçün 0 qiymətini verə bilərəm, mənfi alar. Buradan da vuranda mənfi yenə kvadrata yüksəldirəndə müsbət olacaq. İndi mənə kiçik aralıq istəyir. Kiçikdir 0 deyil. Yəni mənfi olan hissəni. Mənfi 3-dən 3-ə qədər cavab da olur A variantı. 11-ci sualda eyni qaydadadır. 12-ci sual. Bərabərsizliyin həll edin. Normalda skrimatla tapa bilərik ya da viyyətdən hansı ədədlərdir ki, x1 üstə gəlinsin x2 bərabər olmalıdır nəyə? X-in əmsalının əksi işarəsi. X-in əmsalı nədir? 4. 4-ün əksi işarəsi mənfi 4. x1 vurulsun x2 bərabərdir nəyə? S-yə, yəni mənfi 5-ə. Hansı iki ədəddir ki, bir-birinə vuranda mənfi 4 alıram? Toplayanda mənfi 5 qiymətini alıram. Bir dənəsinə x1-ə mənfi 5 deyərəm. X2-yə müsbət 1 deyərəm. Bu ədədləri toplayanda həqiqətən mənfi 1 alınır, mənfi 4 alınır, vuranda isə mənfi 5 alınır. Ədəd dofunu çəkərəm, bu iki rəqəmi üstündə qeyd edərəm. Bu formada tapa bilmirsiniz təbiyyətlə, rahatlıqla diskriminantla tapa bilərsiniz. Mənfi 5, bir dənə də 1 qiymətdən qeyd edirəm. Başlayıram bu aralıqdan qiymət verməyə. Birdən böyük 2 rəqəmini versəm müsbət alınır, bu aralıqda mənfi, digər aralıqda isə yenə müsbət alınır. Bu aralıqda rəqəm, məsələn, mənfi 5 ilə 1 arası 0 ver. Bura 0 ver, yoxla gör neçə alınacaq. Məsələn, mənfi 1-dən böyük mənfi 2 ver. Gör neçə alınır. Mən şifahi üzrə rahat tapa bilirəm. Siz bir-bir yerinə qoyub rahatlıqla hər dəfə yoxlaya bilərsiniz. Mənə deyil 0-dan kiçik bərabərdir. Yəni mənfi aralıq istəyir. Mənfi 5-dən 1-ə qədər olan aralıq istəyir məndən. Cavab da olur. Artıq kiçik bərabərdir işarəsi varsa 4 köçü mərtəbəsi götürürsən. C variantı. Qətiyyən gedib B götürməyin. Altda xətt varsa mütləq 4-cü mərtəbəsi olmalıdır. Daha sonra 14-cü sual eyni qaydada x bir dəfə ayıraraq da 0-a bərabər eləyirəm. X bərabərdir mənfi 1 olur. Daha sonra x bərabərdir 3 qiymətini alır. Bu aralıqdan qiymət verilir. 3-dən böyük 4 qiymətini versəm, 4-ün üstünə 1 gələrəm 5. 4-dən də 3 çıxaram, qalar 1. 5-i də 1-ə vuranda müsbət rəqəmdir. Bu aralıqdan rəqəm versəm 2 məsələn. 1-in üstünə 2 gələndə 3. 2-dən 3 çıxanda mənfi 1. Mənfi müsbətə vuranda mənfi eləyir. Digər tərəfdə yəni müsbət alınır. Mənə kiçik bərabərdir 0. Yəni mənfi aralıq istəyirsə, mənfi 1-dən 3-ə qədər olan hissəni istəyir. A variantı. 15 eyni qaydadadır. 16-cı sual. Mötərizəni vurub açıb yenə diskriminantla həll eləmək olar. 4x kvadratı üstə gəlinsin. 4x 1-ə vurur. 4x 3 digər tərəfə çıxma ilə gedir. Çıxılsın 3 böyükdür 0. Diskriminantla tapmaq olar. 16, 4-ün, yəni 4-ün kvadratı 16 üstə gəlsin. 4 vurulsun, 4 vurulsun, 3 o dedir 48. Diskriminantı tapırıq 64.
B kvadratı minus 4AC 64'ü tapdıq. Kök çıxardacaq rahat 8 çıxır. X1'i alırsınız. Düsturumuz budur. X1 bərabərdir. Mənfi B plus kök altında D bölünsün 2A. Bu düsturun rahatlıqla yerinə qoyub yazırsınız. X2-ni tapanda bu çıxma artıq, yoxlama artıq çıxma kimi olacaq. X1 1/5 eləyir. Biri mənfi 1/5 eləyir, biri 0/5 eləyir. Aralığımız da A variantı olur. Mənfi sonsuzluqdan 0/5-ə qədər, 1/5-dən müsbət sonsuzluğa qədər. Və üzrü sayın bu variantı. Mənfi 1/5, biri mənfi 1/5 olur, biri 0/5 olur. Sonra 18-ci sual. Yenə mötərizələri vurub açmaqda. Ayrı-ayrı sıfıra da bərabər eləmək olar. X bərabərdir 0. Buradan bərabər eləsək, X bərabərdir -3. Buradan da bərabər eləsək, X bərabərdir 2 olur. Ədədofunda qeyd edirsiniz, aralığınızı tapırsınız. Aralığımız da, yəni çəkinmə ol, çəkməyə yer tapamıram düzdür burada. Aralıq -3, 0, 2 qiymətləri alır. İndi başlayırıq bu aralıqdan qiymətlər verməyə. 2-dən böyük 3 qiymətini versək, müsbət alır. 0 ilə 2 arasında 1 versəm, mənfi alar. -3 ilə 0 arasında, məsələn, -2 versəm, müsbət alar. -3-dən böyük, məsələn, -5 qiymətini versəm, mənfi alar. Mən deyir, kiçik bərabərdir 0. Kiçik tərəf -1 bu hissədir. Bir də bu hissədir. Deməli, bu hissə, baxın, bura boşsa, deməli, mənfidən gəlir. Mənfi sonsuzluq, -3, 0, 2 aralığı. Cavab olur B variantı. 21-ci sualda bərabərsizliyin bütün həqiqi qiymətləri doğrudur. A böyük olmalıdır 0-dan, diskriminant 0-dan kiçik olmalıdır. Diskriminantı tapıb, bu tənliyin diskriminantını tapıb 0-dan kiçik eləmək kifayətdir. Ondan sonra x1, x2-ni tapasınız. x1 2 kökdə 2 bölünsün 5 olacaq. X2 də eyni qaydada mənfisi olacaq. Bir dəfə bunun mənfisi plus minusdan, bir dəfə müsbətini alacaq. Daha sonra cavabımız da olacaq elə C variantı. Həmin aralığı götürəcəyik. Yəni deyirəm, diskriminantı tapıb B kvadratı minus 4AC-ni tapıb 0-dan kiçik eləməyiniz kifayətdir. Bu bölməni keçdiyim uşaqlara aiddir bu video. Bunun görə də yəni diskriminantın tapılmağını bir dəfələrcə dərslər işləmişik. Ona görə bilirik ki, rahat işləyə biləsiniz deyə artıq sizə deyirəm ki, diskriminantı tapıb 0-dan kiçik eləməyiniz kifayətdir bu tip suallarda. 23-cü sualda bərabərsizliyin tam həlli bizə artıq burada nə lazımdır? 5-dən baxın. 10 kökdə ondan nə çıxır? 3 tam nə qədər? 5-dən 3 tam nə qədər çıxsa müsbət rəqəm alınır. Yəni bu tərəf müsbətdir. Deməli, bura müsbətdir. Kiçik bərabər 0 deyirsə, bunların hasili müsbət imiş ki, müsbət yox, üzrü sayın, mənfi imiş ki, mən bunları bir-birinə vuranda, müsbəti mənfi vuranda mənfi almışam. Ona görə deyirik ki, x üstəgəl 6, x bərabər ayrı-ayrı da 0-a da bərabər eləyə bilərik. Ayrı-ayrı da 0-a bərabər eləsəm, x-ə deyərəm, bir dəfə mənfi 6 qiymətini alır. X minus 7-ni də 0-a bərabər eləyəndə x 7 qiymətini alır. Daha sonra ədəd oxu çəkilir. -6 ilə 7 qiyməti üzərində qeyd olunur. Bu aralıqlardan qiymət verilməyə başlayır. 7-dən böyük 8 qiymətini versəm bura. 8-in üstünə 6 gəlsəm. 14, 8-dən 7 çıxsam 1. 14-də 1-ə vursam müsbətdir. Bu aralıqda məsələn 5 qiymətini verə bilərsən, 2 qiymətini, 1 qiymətini verə bilərsən, fərqi yoxdur. Mənfi 6-dan da böyük məsələn qiymət versəm yenə müsbət alınır. Kiçik bərabərdir 0 deyirsə bu aralığı götürürəm. -6-dan 7-yə qədər. Burada da axı mənfi. -6-dan 7-yə qədər olanların cəmini tap deyirsə, -6-dan müsbət 6-ya qədər olanların cəmi onsuzsa bir-birini ixtisara aparacaq 0-a. Geriyə qalacaq nə? 7. Cavab olacaq D variantı. Daha sonra 25-ci sualda bərabərsizliyi ödəyən ən kiçik tam həlli tap. Ayrı-ayrılıqda 0-a bərabər eləyə bilərik rahatçılıqla. Buradan məsəl üçün nə eləyə bilərik? X-i ortaq vuruq çıxardarıq. Bax, buradan x bərabərdir nəyə? -4-ə. Buranın 0-a bərabər eləyəndə -4. Buradan x ortaq vuruq çıxardanda x vurulsun 3 minus x qalır. X bir dəfə 0 olur. 3 minus x-i də 0-a bərabər eləyəndə x bərabər olur 3-ə. Ədəd oxunu çəkirəm. -4, 0, elə 3 qiymətinin üzərinə qeyd edirəm. Başlayırıq yenə bu aralıqlardan qiymətlər verməyə. 3-dən böyük 4 qiyməti bura versək, bizdə mənfi alınacaq.
0-dan 3 arası, məsələn, 1 qiymətini versək müsbətdir. -4-dən 0 arası -1 qiymətini versək mənfidir. -4-dən də böyük rəqəm versə -5, -6 kimi, yenə mənfi alınacaq. Mənə deyir böyük bərabərlik 0, yəni müsbət lazımdır. Müsbəti harda yazmışam? 0-dan 3 aralığı. 0-dan 3 aralığında ödəyən tam kiçik əlini istəyir məndən. 0-dan 3-ə qədər. Ən kiçik hansıdır? Təbii ki 0-dır. Ən böyüyünü istəsəydi isə 3-ə bərabərdir. Ən kiçik tam ədədi tapın. 0-dan 3-ə qədər ən kiçik tam ədəd. Nəsə bu da bir dəqiqə baxım diqqətlə. 0-dan 3 aralığı eləyir. Orada da ən kiçiyi 0 olur. Hı -hı. Son nəsə gözümə qaranlıq gəldi. Harmona qayıdıb yenə təzədən. 27-ci sualda. Yuxarıdan x minus 100, bu 9 nəyin kvadratıdır? 3-ün kvadratıdır. A kvadratı minus b kvadratı kimi baxılır. Da ayrıqda promo 3-ə də bərabər eləyə bilərsiniz. Hamısını 0-a bərabər eləyin. Onsuz da eyni şeyə gəlib çıxırıq. Ədəd oxum çəkirsiniz. Üzərində rəqəmləri qeyd edirəm. X kvadratı bərabərli 9 yazılır. Bunu 0-a bərabərində 9 digər tərəfə müsbətlə keçir. X nəyə bərabər olur? X bərabər olur plus minus 3-ə. Yəni həm mənfi 3-ə, həm müsbət 3-ə. Həm mənfi 3-ün kvadratı 9 verir, həm müsbət 3-ün kvadratı 9 verir. Qeyd elə, mənfi 3-ü yazdım. Daha sonra x üstə gəl 1 0-a bərabərliyində x digər tərəfə mənfi ilə keçir. Mənfi 1-i qeyd elədik. Daha sonra x kvadratını 0-a bərabərliyində x-in özü də 0 olur. Sonra bir dənə müsbət 3 qiyməti var idi ifadə, 3-ü də qeyd elədik. Artan sırayla ədədləri düzdür. Başlayırıq bu aralıqda rəqəmləri verməyə. 3-dən böyük məsələn 4 qiyməti. 4 qiymətini verəndə ədəd oxunda qiymətimiz olur müsbət. 0-dan 3 aralığında qiymət verəndə məsələn 1 mənfi, -1-dən 0 aralığında qiymət verəndə mənfi, -3-lə -1 aralığında verəndə müsbət, -3-dən kiçik rəqəm, məsələn, -5 filan verəndə isə mənfi ədəd alınır. Bu aralığı düzlük formada. Mənə deyir ki, kiçikdir 0-ı tap, yəni mənfi aralığı tap. Mənfi aralığı hansıdır? Bax, bir bu hissə. Bu hissə nədir? Mənfi sonsuzluq, yəni ucu boşdursa mənfiyə gedir artıq. -3-ə qədər. Daha sonra mötərizəni bağladım. Başqa mənfini hardan görürəm? Buradan bura qədər olan hissə. Yəni -1-dən 3-ə qədər olan hissə. -1, 3. Bu formada rəqəmlərimizi yazdıq. Bunlar təbii ki, birləşir. Daha sonra mənə deyir ki, bu formada baxarıq. Aha. Mənə deyir ki, ən böyük tam həlli nədir? Ən böyük tam həlli hansı olacaq? Təbii ki də. Baxın, ən böyük müsbət ədədim 3-dür. Amma 3-ü daxil eləmir. 3-dən bir payı aşağıına götürəsiniz 2. Ən kiçik də desə tapmaq olmur. Çünki ən kiçik tərəfi mənfi sonsuzluğa gedir. 28-ci fən bu sualların hamısı eyni qaydada həll olunur. 30-cu sual. Ayrı-ayrılıqda yenə 0-a bərabər eləyərəm. X kvadratı bərabərdir 5-ə. X kvadratı bərabərdir -5 olur. Buradan baxın. Ayrı-ayrılıqda 0-a bərabərləsəm, x kvadratı üstə gəl 5-i bərabər edirəm 0-a. 5 digər tərəfə mənfi ilə keçir. Kvadrat mənfiyə bərabər ola bilməz. Bu getdi. Burayla işləmirik. 3 minus x-i ikinci mötərizəyə baxıram. 0-a bərabər edirəm. Mənfi x bərabərdir. 3 digər tərəfə mənfi ilə keçir. Mənfi 3-ə. X ilə bərabərdir müsbət 3-ə. İkisinin də müsbət 3 qiymətini tapdım. Daha sonra digərini x üstə gəlinsin 2-də 1-i 0-a bərabər edirəm. Hamısını ayrı-ayrı 0-a bərabər edirəm. X də bərabərdir -2-də 1 formada yazdıq. Daha sonra ədəd oxu çəkilir. Ədəd oxunda verilən 2 dənə qiymətimiz birinci mənfi, təbii ki, daha sonra müsbət olan qeydi olur. -2-də 1, daha sonra 3 qiyməti. Bu aralıqda başlayılır qiymətlər verilməyə. Mənfi 3-dən böyük qiymət versəm, bura 4 qiymətini versəm, görəcək ki, işarəmiz olur mənfi. 2-də 1 ilə 3 arasında bir rəqəm versəm, məsələn, 1 qiyməti olacaq müsbət. Mənfi 0,5-dən böyük rəqəm. Məsələn, -3 verə bilərsən, -5 verə bilərsən, fərqi yoxdur. Yəni mənfi aralığını alacaq.
Mənə kiçikdir 0 deyir. Kiçik deyirsə mənfi aralığı götürürəm. Yəni 1 bu tərəf. Buranın ağzı boşa gedirsə artıq mənfi sonsuzluqdur. Mənfi sonsuzluqdan mənfi 2-də 1-ə qədər birləşir. Mötərizəni bağlayıram. Birləşir. 3-dən mənfi sonsuzluğa doğru. Müsbət sonsuzluğa üzr istəyirəm. Artıq sağ tərəf müsbətdir. 3-dən müsbət sonsuzluğa doğru. Cavab da olur C variantı. Eyni qaydada bu sualların hamısı eyni qaydada həll olunur. Burada yenə eyni qaydada mənə bütün qiymətlərini həqiqi doğrudur deyirsə, A sıfırdan böyük olmalıdır, diskriminant sıfırdan kiçik olmalıdır. Yəni diskriminantı tapıb sıfırdan kiçik edirsiniz. B kvadratı minus 4A ise sıfırdan kiçikdir. Məsəl üçün burada baxın bircə saniyə. B kvadratı nədir? Mənfi 2A-nın kvadratı edir. 4A kvadratı çıxılsın 4AC. 4-ü bunun əmsalı 1-də A1-dir. 4-ü 1-ə vururam 4, 9-a vururam 36. Kiçik eləyirəm 0-dan. 4A kvadratı kiçikdir. 36 digər tərəfə müsbətdən keçir. 36-dan. A kvadratı da kiçikdir. 36-nı 4-ə bölünür düşür 9. İndi hər tərəfi kvadratdan azad etsəm, A nədən kiçikdir? Nəyin kvadratı 9 edir? Plus minus 3. 3-ün kvadratı. Həm mənfi 3-ün, həm də müsbət 3-ün kvadratı 9 verir. Ələ toxunma mənfi 3-ü, həm də müsbət 3-ü qeyd edirik. Bu aralıqdan qiymətlər veririk. 3-dən böyük qiymət versəm bu tənliyə, mənim ədədində işarə müsbət olacaq. 3-dən kiçik, məsələn, 1 qiymətini versəm mənfi, mənfi 3-dən də o tərəfi versəm mənfi 5 yenə müsbət olur. Mənə 0-dan kiçik aralığı lazımdır. Ona görə orta hissəni götürür, mənfi hissəni. Mənfi 3-dən 3-ə qədər cavab da olur B variantı. Daha sonra 33-cü sualda, 33-cü sualda nə edərik? Bu mötərizəni çıxardıram digər tərəfə çıxmaydı. Həlli yolu biraz qarışıq görsənir, amma asan sualdır. Bu mötərizə gəlir bərabərsizliyin digər tərəfini çıxmayla. Bura çıxma ilə gəlir kiçik bərabərdir 0 yazıram. Artıq bax bir dənə mötərizə var kvadrat, çıxılsın ikinci mötərizənin kvadratı. A kvadratı çıxılsın B kvadratı kimi baxıram. Bunun düsturu necədir? A minus B vurulsun, A üstə gəlinsin B. Yəni mənim birinci mötərizəm axırı A olacaq, ikinci mötərizəm B. Bir dəfə mötərizələri çıxacağam, bir dəfə toplayacağım. Ondan sonra sadələşdirəcəyik. X-ə 3 dənə qiymət alınır. Onun ədədində qeyd edib, yəni istədiyi aralığı götürəsiniz. Digər suallardakı kimi. Burada bu yoldan istifadə olunacaq. 33 eyni qaydada, bunlar eynidir. 35-ci suala baxaq. 35-ci sualda ayrı-ayrılıqda sıfıra bərabər edirik. Ədəd oxu çəkilir. Bircə saniyə. Buranı sıfıra bərabər edirik hamısı. Bir dəfə bax, sıfıra bərabərliyində x 3 qiymətini alır. Bu 7 qiymətini alır. Yəni 7-dən 7 çıxaram 0 olsun da. Burada da 2-dən 2 çıxaram ki 0 olsun. Azdan çoxa doğru rəqəmləri düzürəm. 2, 3 və 7 formasında. Daha sonra ədəd oxu çəkilir bu formada. Rəqəmlər düzüldü. Aralıqdan qiymətlər verilir. 7-dən böyük məsələn 8 qiymətini verəndə görürəm ki, alınan ədəd müsbətdir. 3 ilə 7 aralığında məsələn 4-ü versəm mənfidir. 2 ilə 3 aralığında bir rəqəm versəm 2,5 kimi mənfidir. 2-dən kiçik bir rəqəmi versəm müsbətdir. Mənə deyir mənfi aralığında. Mənfi haradır işarəmiz? Bax, buradan bura qədər olan. Yəni 2-dən 7-yə qədər olan hissədir. Cavab da olacaq E variantı. Daha sonra eyni qaydada da digər suallar. 37 filan hamısını eyni qaydada ayrı-ayrılıqda sıfıra bərabər edirik. Necə saniyə? 38-ci fərqli bir sualdır. B-nin hansı ən böyük tam qiymətində 4 ədədi bərabərsizliyin həllər çoxluğuna daxildir. 4-ü bu çoxluğa daxil eləməliyik. Birinci nə edirik? Bu tənliyə baxın bir saniyə. 2x kvadrat üstə gəl bx. B-nin hansı qiymətində? Aparaq x-in yerinə harda x gördük? Tənliyin ədəd deyirsə 4 yazaq. 4-ün kvadratı 16, 16-nı 2-yə vursaq 32. Üstə gəlinsin 4, x-in yerinə 4 qoyuram. 4b çıxılsın 54.
Kiçik bərabərdir sıfırda olduğu kimi qalır. 4B bu tərəfdədir. İndi 32 ilə 54 çıxanda nəsə qalır? 32-dən 54 çıxanda e, qalacaq bircə saniyə 22. 22-ni də digər tərəfə keçirdəcəm. Mənfi 22 müsbətlə keçəcək. Eləyəcək müsbət 22. B də kiçik bərabərdir. 22-ni 4-ə böləndə 5,5 eləyir. 5,5-dən. Mənə deyir ki, B-nin hansı ən böyük qiymətidir? Ən böyük qiymət hansıdır? Təbii ki, 5. Davam edək. 34 de eyni sualda, 39 eyni qaydada x-lərin yerinə 2 qoyasınız. B-nin qiymətini tapasınız. Bu dəfə ən kiçiyi götürəsiniz. Daha sonra 40-cı sualda nə edirik? Modul qiyməti verilib bizə. Modulun ifadəsində bilirik ki, kiçik bərabərdir 0. Bu ifadə baxın x kvadratda bunu düzəndə qarşısına mənfi var. İşarələr dəyişir. Yəni mənfi x kvadratı üstə gəlinsin x, üstə gəlinsin 12-dir. Orada da x-i qarşıya verəndə x kvadratı çıxılsın. Eyni şey alınır. X kvadratı çıxılsın x, çıxılsın 12 alınır. Yəni buradakı alınır sadəcə qarşısına mənfi işarəsi çıxar. İşarələr yer dəyişəndə dəyişir deyə. Deməli bizim modulun içərisində olan x kvadratı çıxılsın x, çıxılsın 12 nəymiş? Sıfırdan kiçik bərabər mənfə də demiş ki, bunların işarəsi dəyişir. Bu hansıdır ki, biyyətlə də gedə bilərsən, diskriminantla da. Hansı iki ədəddir ki, toplayanda müsbət 1 alıb, bir-birlərinə vuranda mənfi 12 alıb. Toplayanda müsbət 1, yəni bunun işarəsi bax, burada 1 yazılır axı, görsənmir də, indi 1 yazmırıq. Bunun əks işarəsi nədir? Mənfi 1-in əksi müsbət 1. Toplayanda müsbət 1 alınır, çıxanda isə mənfi 12 alınmalıdır. X1-mi 4 götürərəm. X1 bərabərdir 4. X2 isə bərabərdir mənfi 3-ə. Bunları toplayanda müsbət 1 alıram. Vuranda bir-birlərinə mənfi 12 alıram. Ədəd ofunu çəkib ədədlər üzərində qeyd edərəm. Yazaram mənfi 3. Bir dənə də müsbət 4. Bu aralıqdan başlayaram bu tənliyə qiymətlər verməyə. 4-dən böyük qiymət versəm 5 müsbət alınır. Bu aralıqdan bir qiymətini verərəm, mənfi alınır. Mənfi 3-ün o tərəfə mənfi 5 verərəm. Məsəl üçün müsbət qiymət alır. Mənə deyir kiçik bərabər 0, yəni mənfi 3-dən 4-ə qədər olan aralığı götür. Ən kiçik ədədini istəyirsə mənfi 3-ün özüdür. Altında bərabərdir işarəsi var deyə bərabərdir 3-ü də götürdük. Olmasaydı mənfi 2-ni götürərdik. Bu bərabərdir işarəsində niyə var? Bu işarələr tamamilə eyni qalıb axı. X kvadrat çıxılsın, 12x çıxılsın, x formasına. Yəni bərabərdir də, kiçik bərabərdir. Bərabəri yazılmasaq olmaz. Daha sonra bunlar digərləri eyni qaydada yazılır. 44-45 gəlin birinə baxaq, 45-ə baxaq məsələn. Mənfi 2, 4 aralığında yerləşir k-nın hansı qiymətində? Birinci, A-mız var 1, B-miz mənfi 2k-dır. S-miz də k kvadratı minus 4-dür. Burada nə edərik? Diskriminantı da aparaq. Diskriminant nəyə bərabərdir? Mənfi 2k-nın kvadratı eləyəcək 4k kvadratı. 4k kvadratı. Vurusun 4ac olanda da çıxılsın. 4ac 4k kvadratı. Üstə gəlinsin 16. 4-ü vuracam buradakı qiymətə. 4k kvadratı ilə 4k kvadratı gedir. Diskriminant bərabər olur 16-ya. Diskriminantı tapdıq 16. Deməli, diskriminant 16 olandan sonra x1 x2-ni k1 k2-ni tapacağıq. K1-imiz nə olur bizim? B kvadratda baxın. Mənfi B plus minus kök altında bölünsün 2 adı üstü ilə tapacağıq x1 x2-ni. Oradan bizim aralığımızı götürəcəyik. X1-imiz olacaq. Saniyə. Üstümüz budur. X1 x2 bərabərdir. Mənfi B plus minus kök altında B bölünsün 2A bu formada. Mənfi B nədir? 2K-dır da bu. 2K üstə gəl 16 bölünsün 2. Hər tərəfi 2-yə bölüb sadələşdirərəm. Buradan 2-ni ortaq vuruq çıxardanda. Geriyə qalanı K üstə gəlinsin 2. Digər də bunun əks işarəsi olacaq. Bu K üstə gəl 2-dirsə, o birisi də K çıxılsın 2 olacaq. Kök altı 16-dan 4 çıxır. Hə, qalır K üstə gəlinsin 2.
Deməli, mənim x1-im buradan yazacağım. x1-im bərabərdir k üstə gəlsin 2-yə. x2-im də nəyə bərabərdir? Kökləri tapıram. K çıxılsın 2-yə. Bunun əksi işarəsi biri müsbətdirsə, digəri mənfi olur. Başlayaq həmin aralıqdan qiymətlər verməliyəm. Mənə deyir ki, hər ikisi mənfi 2, 4 aralığında olsun. Bir dəfə birincini yaz. K üstə gəl 2, 4-dən kiçik, mənfi 2-dən böyük olmalıdır. 2-ni digər tərəfə sıxma ilə aparıram. K 4-dən 2 çıxanda necə qalır? 2, mənfi 2-dən də 2 çıxanda mənfi 4. Mənfi 4 2 aralığından qiymətlər alır. Bir dəfə də K minus 2-ni bu aralığa verirəm. Eyni qaydada K minus 2 kiçikdir 4-dən, böyükdür mənfi 2-dən. Bu formada yazıram. Mənfi 2 digər tərəfə toplama ilə keçir. K kiçikdir 4-dən 2-ni toplanır 6. Bu tərəfə də müsbətlə gəlir 0. 0 mənfi 4, 2, 6 qiymətlərim var. 4 dənə qiymət var. Başlayırıq bu aralıqdan qiymətləri verib yoxlamağa. Ədəd oxu çəkilir bircə saniyə. Rəqəmlər üzərində qeyd edin. Bunu buradan çəkeyim. Şəkil tam düşsün. Buranı təmizləyəcəm öz deyildi. Mənfi 4, artan ardıcılığının düzü. 0, 2, sonra 4 6 qiyməti. İndi mənə deyir ki, mənfi 4-dən 2-yə qədər. Mənfi 4-dən 2-yə qədər baxın, xəttləri çəkin. Sonra deyir 0-dan 6-ya qədər. 0-dan 6-ya qədər də çəkin. Yuxarı və aşağıda üst-üstə düşmə hansı hissədədir? Baxın, bu hissədədir. 0-dan 2-yə qədər. Ona görə də cavab olur E variantı. Digər suallarda eyni bu qaydada oxşar suallar həll olunur. Bunları təmizləyim. Daha sonra neçəyə baxa bilərik? 46 eyni qaydada həll eləyəsiniz. 47-ci suala baxaq. Neçə saniyə? Aha. Bərabərsizliyi ödəməyən ən böyük ədədi tapın. 47-də. Burada da ödəməyən ən böyük əldə edəcək. Birinci mötərizəni vurub açarıq. Daha sonra biz burada nəyi tapırıq? Diskriminantı tapırıq. Köklərini götürəsiniz. Başqa da heç bir şey eləmirsiniz. Ayrıqla sıfıra da bərabər eləyə bilərsiniz. Fərqi yoxdur. Gəlin mötərizəni vuraq açarıq. 4. Buradan yazarım bir də bunu. 47-ci sual. Bundan eyni şeydir. 47-ni yazaq. 48 ev tapşırığınız olsun. Evdə sərbəst özünüz yazmağa çalışın. 4x kvadratı üstə gəlsin 4. Çıxılsın, digərini gətirirəm bunun yanına. 9x işarələrini dəyişir. Çıxılsın 2 formasında. Böyükdür 0-dan. 4x kvadratı çıxılsın 9x düzgün formaya salaq. 4-dən də 2 çıxanda qalır 2. Üstə gəlsin 2 böyükdür 0-dan. Diskriminantı tapırıq. B kvadratı çıxılsın 4ac. B kvadratı mənfi 9-un kvadratı edir 81. Çıxılsın 4ac. 4 dəfə 4-ün 16. 16-nı da 2-yə vuranda 32. 81-dən 32 çıxanda qalır 49. x1 bərabərdir. Mənfi B plus minus kök alt. D bölünsün 2. Mənfi B nədir? Mənfi 9-u mənfisini yazanda qabağına müsbət 9 olur. Kök altında 49-dan 7 çıxır. Bölünsün 2. 2A. Burada 4-ümüz var. 2-ni də 4-ə vuranda 8 edir. Bölünsün 8. 9 ilə 7-ni toplayanda 16. 16-nı da 2-yə böləndə 8 edir. Bir dəfə də bunun x2-yə görə çıxmasını yazmalıyım. Aşağıya xətt var deyə mən soramı götürə bilmir. 9 çıxılsın 7 bölünsün 8. 9-dan 7 çıxanda qalır 2. 2 bölünsün 8. Sürət və məxrəci 2-yə ixtisar aparıram. 1 bölünsün 4 formasında. Bir dəfə 4-də 1 qiymətini alıram. Bir dəfə də 2 qiymətini alıram. Ədəd oxu çəkilir. Bu ədədlər üzərində qiymətlər verilir. Bir dəfə 4-də 1. Bir dəfə də 2 qiyməti. 2-dən böyük məsələn bir dənə 3 qiyməti yazılır bu tənlikdə yerinə. 3-ü yazılanda ədəd oxunda müsbət qiymət alır. Bu aralıqda bir qiymətini yazırsa, məsələn tənlikdə x-lərin yerinə 1 yazın. Cavab mənfi çıxacaq. 4-də 1-dən bu müsbət 4-də 1-dir. Burada mənfi kimi görsənir. 3 saniyə. 4-də 1-dən bu tərəfə bir rəqəm versəniz, məsələn 0, görəsiniz ki, mənfi qiymət alır. Müsbət qiymət alır, üzrü sayın. Aha. Mənə deyir ki, hansı aralığı götür? Böyükdür 0 aralığı götür. Böyük bax bu tərəfdə 1 müsbət olan hissəni götürürəm. Mənfi sonsuzluqdan başlayır. Həmişə sol tərəf açıq olan hissə mənfidir, sağ tərəf müsbətdir. Mənfi 4-də 1-dən sonsuzluqdan başlayır 4-də 1-ə qədər birləşir. 2-dən başlayıb müsbət sonsuzluğa doğru formada yazılır. İndi mənə deyir ki, bərabərsini ödəməyin ən böyük ədədi neçə olacaq?
2. 2-dən başlayıb müsbət sonsuzluğa doğru gedirsə, bərabərsini ödəməyə. 2. 2-dən o tərəfə tapa bilməzsiniz. Cavab olur 2. 2-dən müsbət sonsuzluğa gedir. Ən böyüyünü tapmaq üçün o sonsuzluqdadır. Ən böyük olur 2. Cavab olur B variantı. Eyni suallardır bunlar. 50-ci suala baxaq. Digəri oxşarı 48 idi. 49 onda 50 eynidir. Birinə baxaq, bir də olsun sizin təpşiriniz. Ödəməyən tam ədədlərin cəmini istəyir. Eyni qaydada buradan diskriminantı taparam. Ya da vietlə də yazarsan. Gəlin hər tərəfi 2-yə də bölüb. X kvadratı çıxılsın. 7-ni 2-yə böləndə qarşıdakı 2 var deyə hər tərəfi 2-yə bölürəm. 7-ni 2-yə böləndə 3 onda 5. Üstə gəl 5-i 2-yə böləndə 2 onda 5. Böyükdür 0. Bu formada yazdıq. Hansı ədəddir ki, toplayanda 3/5 alır, vuranda 2/5. X1 bərabərdir 1, X2 bərabərdir 2/5. Böyle tapanmırsınızsa, yəni deyirəm, diskriminantları tapa bilərsiniz. Toplayanda 3/5 edir, bir-birinə vuranda 2/5 edir. Bu 7-dən tapdıq. Ədəd oxucu çəkilir. Qeyd olunur. Bir dəfə 1 qiyməti, bir dəfə 2/5 qiyməti. Bu aralıqda qiymətlər verilməyə başlayır. 2/5-dən böyük ədəd, məsələn 3 qiyməti veriləndə müsbət alınır. Bu aralıqdan rəqəm versəm mənfi, bu tərəfdə isə müsbət alınacaq. Mənə deyir ki, böyük bərabərdir 0. Yəni müsbət aralığı götür. Mənfi sonsuzluqdan buradan yazıb. Mənfi sonsuzluqdan 1-ə qədər birləşəcək. 2/5-dən müsbət sonsuzluğa doğru. Mənə deyir tam ədədlərin sayını, ödəməyən tam ədədlərin sayını tap. 1-2/5 aralığını götürsəm, ödəməyən deyirsə, ödəməyən hansıdır? Normalda şərtim budur. Ödəmir deyir deyə, artıq ödəməyəndə mənfi olan hissəsidir bu hissəsi. 1-dən 2/5-ə qədər tam ədədlərin həlli nədir? 1-dən 2-də buralarda qalan tam rəqəm. 1-dən də 2-nin cəmi 3-dür. Ödəyəndə isə ödəyən budur. Bax, bunu tapa bilmərik. Ödəməyən deyir deyə artıq mənfi tərəfi götürürəm. Yəni ödəməyən hissə də budur. 1-dən 2/5 tam ədədlərdə 1-dən 2-dir. Cəmləri eləyəcək 3, mənə deyir cəmini tap. Digərləri eyni qaydada həll olunur. 53-cü sual. A-nı gətirərəm digər tərəfə çıxma ilə. A kvadratı çıxılsın A kiçikdir 0-dan. Ortaq vuruq A-nı çıxardarıq. Mötərizədə A-1 qalır. A-1 kiçikdir 0-dan. Ayıraraq da 0-a bərabər eləyərəm. A bir dəfə 0 qiyməti, bir dəfə də müsbət 1 qiymətini alır. Ədəd ofunda qeyd edərik. Bu aralıqdan qiymətlər verərik. 1-dən böyük 2 qiymətini versəm, müsbət 0/5 qiymətini versəm, mənfi bu aralıqdan verirəm deyə. Mənfi 1 qiymətini də versəm, müsbət qiymət alar buradan. Mənə deyir kiçikdir 0, 0-dan 1-ə qədər olan hissəni götürürəm. 0-dan 1-ə qədər. Bunu yazdım. 0-dan 1-ə qədər olan hissəni götürürəm. Amma mənə belə bir şey verilib, baxın, bu ifadəni buna gətirməliyəm. Bu mənim A-mın aralığıdır. Yəni A 0-la 1 aralığında qiymət alır. 1-dən kiçik, 0-dan böyükdür. Mənə deyir 7 çıxılsın 5A-da. Buranı birinci 5A eləyərəm. 0-ı 5-ə vuraram 0. Burada yazaram 5A, mənfi 5A daha doğrusu. Mənfiyə bölürəm deyə işarələr dəyişər. Mənfiyə bölürəm deyə, baxın, belirləyik. Mənfiyə vurdum deyə bunun yerlərini dəyişərəm. İşarəni yox, rəqəmi dəyişərəm. 0-ı 5-ə vuraram. 0, gətirib yerini dəyişib sağ tərəfdə yazaram. 1-i 5-ə vuraram, mənfi 5-ə eləyir, mənfi 5. Bunu hansını yazmadım, bir sağlayayım. Aha, formada 5A kiçikdir 0. Aynen 5-in yerini dəyişdik. İndi burada 7-ni gətirərəm hər dəfə. Üstünə 7 gəlməliyəm. Baxın, 7 müsbətdir. Üstünə 7 gələn zaman 7 çıxılsın 5-in formasında yazdım. İşarələri olduğu kimi saxlayıram. Artıq baxın, mənfi 5-in üstünə 7 gələndə neçə edir? 2. 0-ın üstünə 7 gələndə neçə eləyəcək? 7. Formada rəqəmləri də yazdım. Hansı aralıqda qiymət alır? 2-dən 7-yə qədər. 3, 4, 5, 6. Bunların cəmini istəyir. Bunların da hamısını toplayanda neçə eləyəcək? 18. İkinci cavabım olacaq 18.
Eyni qaydada bu mislər həll olunur. 56 suala baxaq. Ayrı-ayrıda sıfıra bərabər eləmək olar. X bərabərdir qiymətini alarıq bir dəfə. Bir dəfə də buradan diskriminantla kökləri tapa bilərsiniz ya da vietlə də gedə bilərsiniz. Vietdən hansı ədədlərdir ki, toplayanda 7 alınır, vuranda 12. 4-lə 3 deyiləm. X bərabərdir 4 dəfə də olur. X bərabərdir 3 qiymətini alır. Buradan da bərabərliyində ilə yenə də x4 qiymətini alır. Hər iki tərəfdə 4-ü alır deyə bir dəfə götürmək kifayətdir. Ədəd oxu çəkilir. Bir dəfə -3, bu -3-dür bu arada. -3 olar, müsbət 3 olar, baxın. Yox, müsbət 3 olar, mənfi olmaz. Hə, bir dəfə 3 qiymətini alacaq. Daha sonra 4 qiymətini alacaq. Bu aralıqda qiymətləri verərəm. 4-dən böyük 5 qiymətini versəm müsbət. Daha sonra 3 ilə 4 arasında 3.5 versəm, yenə müsbət. 3-dən kiçik, məsələn, 2 qiymətini versəm mənfi alınır. Mənə D böyükdür 0 qiymətini tap. Böyükdür deyirsə, 3-dən 4-ə qədər olan hissəni 1 götürürəm. Bir də 4-dən müsbət sonsuzluğa doğru. Burada var axı. Ümumi qiymətim neçə olur? 3-dən 4-ə qədər, 4-dən də müsbət sonsuzluğa doğru. 4-dən də müsbət sonsuzluğa doğru. 3-ü də daxil eləmir, 4-ü daxil eləmir, çünki altında bərabərdir işarəsi yoxdur. Ən kiçik həlli nə olur? 3 daxil eləmir, 4 eləmirsə 4-dən sonra gələn rəqəm 5. Ən böyüyü tapmaq olmur, çünki müsbət sonsuzluğa gedir. 56 da cavab oldu, 5. Bu formada həll edirik. Daha sonra bunlar eynidir. 58-də də yəni aşağıda digər tərəfdə çıxma ilə gedir. A-nı ortaqlıq çıxarırıq. Bir dəfə A 0 qiymətini alar, bir dəfə 1 qiymətini alar. Aralığı taparıq. Sonra buna gətirməyə çalışarıq. Eyni buradakı sual kimi. 7A, 7 minus 5A-dakı kimi. A-nın aralığını tapıb, sonra A-nı bu formaya gətirərək. Bir dəfə kvadrata yüksəldərik, bir dəfə 2-yə vurub, sonra üstünə 3 gələrik. Onda 3-dən 6-ya qədər olan qiymətdə aralar, yəni 4 ilə 5 qalır arada. Onların üzərindən toplayanda 9 edir. Eyni şeydir. 60-cı sual. Yenə mötərizəni vurub açıb, x-ləri birləri o tərəfə gedirib, kvadrat formasına bilən tənliyi alaraq, diskriminantın köklərini taparıq. Ədəd üzərində ödəməyəni götürürük. Məndən istəyəni yox da istəməyəni götürəcəyik. Çünki ödəməyəni deyir. Bunlar eyni qaydadadır. 62-ci sualda məsələn nə etmək olar? Normal tənliyə baxın. Burada biz necə edirik? X kvadratı çıxılsın 3b çıxılsın 11. 2 5 qiymətini deyir mənə. Buradan x-in yerinə 2 qoyaram bir dəfə. Harada x görürəmsə bir dəfə yerinə 2 qoyaram. 2-nin kvadratı mənə 4 verər 4. 4 çıxılsın 3b çıxılsın 11 bu formada vurulsun 4 formasında. Harada baxın x gördüm, bir dəfə yerinə 2 yazaram. İkinci səfər altdan bir dənə tənlik yazaram. Harada x gördüm, yerinə 5 qoyaraq. Bunları sistem alıb alt-alta toplayıb beyləri ixtisar gedib axırda bir dənə qiymət alırıq. Gəl bunu yazaq. Belə fərqli sualdır. Bunu yazaq, heç olmasa. Bunu oxşar yazmamışıq çünki. Harada x gördüm, yerinə 2 qoyuram. 2-nin kvadratı edir 4. Çıxılsın. Burada 2 qoysam yerinə vurub açaram promoyu birbaşa. 3b-ni 2-yə vuranda edir 6b. Qarşıdakı mənfi bunu toplam edəcək. Üstə gəlməsin 2 vurulsun 11 edir 22. Üstə gəlməsin 6c çıxılsın 2 kiçik bərabərdir 0-dan. Daha sonra harda x gördüm, yerinə 5 qoyuram. 5-in kvadratı edir 25. 25'te biraz qəribə yazıldı. 25 oxşamadı. 25. Çıxılsın. Bura 5 yazacağım bir dəfə. 5-i vuracağım 3b olacaq 15b. Mənfi artıq qarşıdakı mənfi buranı toplam eləyəcək. Üstə gəlsin 5 11-ə vuranda edir 55. Üstə gəlsin 6c minus 2 də olduğu kimi öz yerində qalacaq. 6c çıxılsın 2. Kiçik bərabərdir 0. Daha sonra burada alt-alta sistem formasını alıram. Sadələşdirək birinci rəqəmləri. Bacardığımız qədər sadə formaya gətirək. B'ləri filan böləm düz yığaq. Bu bir sistemdir bizdə. İkinci sistemi çəkirəm. Altına təzə sistemdən yazaq.
Mənfinin 6 beyni, beynin seni düzbədüz düzün mənfilərinə də diqqət yetirin. 4 üstə gəl 2. Bax sonra mənfi 6 bey üstə gəl. Daha sonra s-ni yazıram. 6s. 4 ilə 22-ni topluyorum. 26. 26-dan da 2-ni çıxanda 24. Üstə gəlinsin 24. Bərabərdir. 0 formasına yazaq. Tənlikləri dairə-ayrı həll edəcək. Mənfi 15 bey, birinci beyni yazıb. Üstə gəlinsin. Yəni 6s. 25 üstə gəl 55 eləyəcək 80. 80-dən də 2 çıxanda 78 formada bərabərdir 0. Artıq baxın, yuxarıdan aşağını rahatlıqla çıxa bilərik ya da aşağıdan yuxarını bizə fərqi yoxdur. Yuxarıdan aşağı çıxaq. 6 sayılar artıq xısa gedəcək. Bu sayıda bu arada səhv yazmışıq. Sayının qiyməti də. Aha. Sayıları artıq yox eləyəcək. Mənfi 6b-dən 15b çıxanda qarşıdakı çıxımı bunu müsbət eləyəcək. O da eləyəcək 9b. 9b bərabərdir. 6 sayılar ixtisara gedir. 24-dən də 78 çıxanda qalır. Mənfi 54 bərabərliyin digər tərəfinə keçəndə müsbətlə keçir. Müsbət 54. Bir də bərabərdir. 54-ü 9-a böləcəm. Eləyəcək 6. Altını oradan yazırdım. Aha, o da bərabərdir 6-ya. B-nin qiymətini 6 tapdıq. Aparıb tənlikdə bir dənəsində yerinə yazarsınız. S-nin qiymətini taparsınız. S-nin də qiyməti olar 2. S-ni də 2 tapdıq. Mənə deyir B üstə gəl S-nin cəmlərini tap. 6 ilə 2-nin cəmi neçə eləyəcək? 8. Cavabımız olur 8. Ben silmemiz qalsın belə. Yuxarıya baxacağım sözlər. 63'te eyni qaydada həll edə bilərsiniz. Eyni sualdır. 64. Ödəməyən tam ədədlərin hasili disk qiymətindən tapırsan ya da viyyətlə də getmək olar bu sualda. Hansı ədəddəki toplayanda mənfi 1 edir? Bunun əks işarəsi vuranda mənfi 2 edir. X1-ə verərik mənfi 2 qiymətin. X1-ə verərik müsbət 2. Müsbət 1. Bunları toplayanda mənfi 1 alınır. Bir-birinə vuranda mənfi 2 alınır. Ədəd ofunu çəkərəm. Həm mənfi 2-ni həm də müsbət bölü üzərinə qeyd edək. Birdən, bax bu tənliyə birdən böyük rəqəm versəm, müsbət. Bu aralıqda 0 rəqəmin versəm, mənfi. Mənfi 2-dən bu tərəfə də kiçik rəqəm, mənfi 3 versəm, yenə müsbət rəqəm alınır. Bu formada düzdür. Mənə deyir böyükdür 0. Yəni böyükdür deyirsə bu tərəfləri belə götürürəm. Amma bu dəfə ödəməyəni istəyir. Ödəmir deyirsə artıq kiçikdir 0-a baxıram. Mənfi 2-dən 1-ə qədər olan hissəyə baxıram. Deməli, burada olanların hasili nədir? Mənfi 2, mənfi 1, 0, 1. Bunların hamısını bir-birinə vuran, olsa 0 nəyə vuransa 0 alınır. Yekun cavabım olacaq 0. Daha sonra eyni qaydadan 65-66 da eynidir. Tənlik formasında hamısını bərabər edirəm. 0-a köklər tapıb ədəd ofunu üzərində işarə edəcəm. 67-68-ə baxaq fərqli suallardan. Hədər çoxluğu 2-5 aralığındadır. X böyükdür K-dan, X kiçikdir M-dən bərabərsə nə ödəyin? Aha, bu çox qəşəng maraqlı bir sualdır. 2-5 aralığındadır. Yəni, bir dəfə harda X gördün, yerinə 2 yazırsan, harda X gördün, bir dəfə 5 yazırsan. Bu tənliyin köklərini tapırsan, bir dəfə 2 yazaq. 2-nin kvadratı 4, çıxılsın KM, üstə gəlinsin M. Bircə saniyə, bunu səhv yazdım. Bircə dəqiqə. Niyə diqqət yetirmədim? Harada X görsəm yerinə 2 yazaram. 2-nin kvadratı 4. Çıxılsın. Burada X var. Yerinə 2 yazacaq. 2K. Üstə gəlməsin M. Kiçikdir 0-dır. Formada təmin 1-in yazdım. Bərabər də 0 yazılıb sistemə bir fərqi yoxdur. Eyni şey alınacaq. Bərabərdir 0-dır. Daha sonra 5 qoyuram. 5-in kvadratı 25. Çıxılsın 5K. Üstə gəlsin M bərabərdir nəyə? 0-a. Bu formada tənliklər sistemini yaratdıq. Böyükdən kiçik birindən birini çıxaram. Fərqi yoxdur, ya toplayaraq. Görək hansında bizə bir qiymət verəcək. Çıxaq məsəl üçün. 25-dən 4 çıxanda qalar. Çıxmaq sərf eləyər bizə bir dənə baxım. Çıxmaq sərf eləyərəm. Emləri ixtisar aparmaq üçün çıxaram. 25-dən 24 çıxanda qalar 21. Aşağıdan yuxarıda çıxın. Mənfi 5K çıxılsın 2K. Bu çıxma bu 2K-nı toplama eləyəcək. O da eləyəcək mənfi 3K. Çıxılsın 3K.
M'lər ixtisar gedir, bərabərdir 0-a. Mənfi 3k bərabərdir 21 digər tərəfə mənfi ilə keçir. Bərabərdir mənfi 21-ə. K da bərabərdir mənfi 21-i mənfi 3-ə bölündə 7 edir. K-nın da qiymətini 7 tapdıq. İndi K-nın qiyməti 7-də aparıb tənliklərdə birində yerinə qoyub M-in qiymətini taparıq. M-in də qiyməti olar 10. Mənə deyir ki, x k-dan böyükdür. Yəni 7 qiymətini qaçıb götürmürük. 7-dən böyük nə var? 8. X m-dən kiçikdir. M-dən kiçik, ondan kiçik nə var? 9. Bunlar deyir zəmini tap. 8-in 9 topunda 17. Belə də toplayanda eyni şey alınacaq, amma yenə də hər ehtimala qarşı bu şərti yoxlayır. Cavab olur 17. 68-də eyni qaydadadır.